Deməli, keçdik həzdən izahımıza. Sistemli düşünmədə isə bir sistemin başqa bir sistemə təsirindən də söhbət gedə bilər. Bir də ki, bir şeyi sistemli şəkildə qruplaşdırmaqdan da söhbət gedə bilər. Misal üçün, deyir ki, statistik cədvəl hazırladı şagird. Statistik cədvəl hazırlayan insanda mütləq sistemli düşünmə var. Niyə? Çünki bir şeyi sistem şəklinə salırsan. Statistikadır bu. Statistik cədvəl deyəndə burada sistemli düşüncə işə düşür. Burada necə düşür? Misal üçün, deyir ki, keçən il 9-cu sinifdə oxuyanda aldığı qiymətlərlə bu il 10-cu sinifdə oxuyan qiymətlər arasında statistik cədvəl hazırladı. Burada ardıcıl bir şey yoxdur. Amma sistemli bir şey var. Niyə? Çünki statistika özü bir sistemdir. Şagird onu sistemə salır. Keçən il məsələn tarixdən nə almışdım sistemli şəkildə? Birinci yarım illər nə idi, ikinci yarım il nə idi, nəticəm nə idi, sonra gəldi bu il. Bunların hamısı sistemli şəkildə uşaq sistemə salır və cədvələ işləyir. Yəni burada sistemli düşünmə var. Və yaxud da deyir ki, müəllim şagirdə tapşırdı ki, sinifdə kitabxana düzəldir, kitab köşəsi düzəldir. Və kitab köşəsi düzəldəndə şagirdin birinə tapşırır ki, burada kitabları qurlaşdır. Məsələn, humanitarları, sonra riyazi texnikaya aid olanları, tutaq ki, əgər bədii ədəbiyyatdırsa, deyir ki, bunları qruplaşdır. Tutaq ki, o nə deyirik, cinayətlə bağlı olan əsərlərə nə deyirik, yadımdan çıxdı. Dedektiv əsərləri. Dedektiv əsərləri bir başqa qruplaşdırır. Yəni, şagird bunu sistemə salır. Sistemli şəkildə qruplaşdırır. Burada olur dedektiv əsərlər, burada olur komediya əsərləri, burada olur humanitar fənn əsərləri, burada olur riyaziyyat texniki fənn əsərləri. Yəni, bu da sistemli düşünmədir. Uşaq bunu düşünə bilir, seçə bilir ki, bunu qruplaşdıra bilir. Sistemli ilə ardıcılı seçə bildiyimi, sonra keçək analitikə müəllimə. Bəli. Əla. Əla. İndi keçək analitikə. Məlahət müəllimə, söz verəcəm sizə. Bir dənə Nuray müəllimə qaranlıq aydın. Müəllim, əgər desək ki, əlifba sırası ilə düz, o ardıcıldır da. Bəli, bəli. Baba, dayanət müəllim, çox gözəl bir yerə toxundunuz. Desək ki, əlifba sırası ilə düz, bu ardıcıldır. Şagird əlifbanı bilir, A, B, C, D, C. Ardıcıllıqla da düzür. Bu artıq olacaq ardıcıl düşünmə. Bəli, burada ardıcıl düşünmə var. Amma sistemli şəkildə düzürsə, yəni müəyyən sistemlərə bölürsə, o artıq orada sistemli düşünmə var. Və yaxud da məsələn, deyir ki, uşaq plan hazırlayıb hər hansı bir məhsulun alışı satışı ilə bağlı tələblə təklifi balanslaşdırıbdır. Bu da sistemli düşünmədir. Yəni, bu artıq bir sistemi, belə deyək, bir planda yerləşdirməkdir. Yəni, şagird o qədər məntiqi dərin düşünə bilir ki, tələblə təklifi balanslaşdıra bilir ki, məsəl üçün, kitab istehsal eləyən mətbəə, kitab çapı ilə məşğul olan mətbəə bu kitabdan neçə dənə buraxmalıdır ki, tələblə təklif bir-birini balanslaşdırsın. Burada da sistemli düşünmə var. Çünki burada ardıcıl bir şey yoxdur. Sistemli düşünmə var. Sonra gəldik analitikə. Analitik adətən yaradıcı düşünən insanlarda olur. Mən bunu dərsi keçəndə də demişdim. Amma biz bunu məntiqi təfəkkürdə keçirik. Niyə? Çünki burada həm məntiqi düşüncə var, həm tənqidi düşüncə var, həm də yaradıcı düşüncə var. Analitik düşüncə bir şeyi analiz eləyib, içərisindən nəticə çıxardaraq ona öz əlavələrimizi artırmaqdır. Hətta kitabda belə bir cümlə var. Gəlin cümlə bə cümlə onu mən sizə izahını deyim ki, analitik düşüncə ilə bağlı burada belə bir cümlə yazılıb. Deyir ki, analitik düşünən insan məlumatları hissə-hissə bölür, hissə-hissə onu analiz eləyir xırdalıqlarına qədər. Araşdırır, analiz eləyir. Sonra isə həmin o analiz elədiyindən tənqidi bir çıxarışlar eləyərək ora öz əlavəsini artırır. Yəni, yaradıcı təfəkkür burada artıq öz işini görür. Burada analitik düşünmə zamanı bütün düşüncələr işə düşür. Analitik düşüncədə məntiqi düşüncə də var, induksiya da var, deduksiya da var. Yəni, artıq burada daha dərin bir, belə deyək, təfəkkürdən söhbət gedir. Daha dərin bir təfəkkürdən söhbət. Analitiki necə qarışdırırıq sistemli ilə? Bir dənə hansısa test üzərində desəz, mən sizə daha belə dərin açıqlama verə bilərəm. Analitiklə məsəl üçün sistemli necə qarışdırırıq? 40 dənə olan içində var idi. İndi sizə gəl ona izah keçəndə orada deyə bilərəm. Bəli. Niyə deyemirsiniz? Bəli. Elə o testin üzərindən daha yaxşı izah eləyəcəm sizə. Üzr istəmərəm. Analitiklə sistemli düşüncənin fərqi ondan ibarətdir ki, analitikdə axırda öz fikrini də əlavə eləyir də ora. Bəli.
Bəli. Analitikdə, məsəl üçün, tutaq ki, mən keçirəm uşaqlara Manna dövlətini. Uşaq Manna dövlətinin həm xarici siyasətini, həm daxili siyasətini, həm onun dövlət idarəçiliyində olan xüsusiyyətlərini hamısını bir-bir nəzərdən keçirir, hissələrə bölür, nəzərdən keçirir, təhlil eləyir və çıxartdığı nəticəyə əsasən özünün alternativ bir ideyasını qoyur ortalığa. Yəni, bu daha dərin bir təfəkkürdür. Sistemlidə o qədər də belə tam hər şeyi analiz eləmək, öz mövqeyini ortaya qoymaq yoxdur. Amma analitikdə öz mövqeyini də ortaya qoymaq var. Test üzərindən mən deyəcəm sizə. Test üzərindən daha yaxşı izah eləyəcəm müəllimə. Çox sağ olun. Siz sağ olun. Məlahət müəllimə, sizin də nəsə sualınız var idi? Əslində müəllimə, sualım yoxdur. Sadəcə beləncədən siz izah eləyirsiniz. Hər şey çox gözəl anlayıram. Amma testini çox çətin çəkirəm. O düzələcək müəllimə. O zamanla düzələcək. Çünki biz hələ belə deyək də, bir aydır cəmi başlamışıq. Bir aya, yəni testdə tam rahat olmağınız biraz çətin məsələdir. Onu tam belə deyək də, çox test işləyərək yavaş-yavaş düzəldəcəyik. Amma dərslərin hər birini, yəni belə məsələn, tam sual-cavab kimi eləsə, yəni bilirəm. Amma biraz testdə çətinlik çəkir. Tamam, onu düzəldəcəyik. Narahat olmayın Məlahət müəllim, o aradan çıxacaq. Təzə qoşulan müəllimimiz oldu bura, Elcan Həsənli. Zəhmət olmasa, siz ilk dəfə sınaq dərsinə mi qoşulmusunuz, yoxsa necə? Axşamınız xeyir müəllimə. Yox, Vüsalə müəllimədir. Hə, Vüsalə müəllimə, mən də götdüm ağzınızı. Eyb yox, narahat olmayın. Tamam, oğlum nəsə daxil olub telefonumdan adını yazıb. Olsun müəllimə, qeyd elədim sizi qoşulan kimi, Lalə müəllimə də qoşuldu, Lalə müəllimə də qeyd elədim. Keçək təzə dərsimizin izahına, sonra təfəkkürün testlərinə baxan zaman biz orada nə qaranlığımız qalıbsa, o düşüncələri necə seçə bilmiriksə, nə qaranlığımız qalıbsa ona aydınlıq gətirəcəyik. Narahat olmayın. Bu günləri sizlə bilik keçirik. Bilik və onun növləri. Bilik, ümumiyyətlə bilik nədir? Gəlin bilik haqqında bir dənə qısa məlumat verim. Onsuz da hamımız bilirik bilik nədir, amma bir qədər elmi cümlələrlə. Bilik şagirdə ötürülən informasiyaların məcmusudur. Yəni, hər hansı bir elmlə bağlıdır. Yəni, mən bunu sadə deyirəm. Kitabda o qədər qəliz cümləni uzada deyir ki, insan oxuyanda beyni yanır ki, bu nə deməkdir, yəni bu qədər cümlə. Mən sadə loru dildə deyirəm ki, bilik hər hansı bir elmlə bağlı, hər hansı elmi sahə ilə bağlı, məsələn, tarixlə, biologiya ilə, kimya ilə, coğrafiya ilə bağlı informasiyaların məcmusudur. Vəssalam. Şagirdə bilik seçici şəkildə ötürülməlidir. Bunu da bir mənalı şəkildə yadda saxlayaq. Yəni, şagirdə biliyin kitabda verilən bütün bilikləri biz ötürməli deyilik. Seçici şəkildə ötürülməlidir bilik. Onun qavraya bildiyi qədər. Yəni, potensialına uyğun. Ola bilər elə şagird var ki, heç ona biz seçici şəkildə ötürsək də belə, şagird kitabı belə deyək, o loru dildə desək, yeyir, lap onun şəklinə, xəritəsinə, hər bir detallarına gedir. Bu şagirdin özündən asılı olan bir şeydir. Amma biz şagirddən kitabda verilən, dərslikdə verilən bütün məlumatları tam-tamına, dəqiqliyi ilə tələb eləmək məcburiyyətində deyilik və yaxud da öyrətmək məcburiyyətində deyilik. Onun qavraya biləcəyi qədər seçici şəkildə verməliyik. İnformasiyanı şagirdə verilən informasiyanın doğru olması çox önəmlidir. Deyir ki, şagird nə zaman informasiya əldə eləməyə maraqlı olur? Onda şübhə olmayanda, verilən informasiyanın həqiqiliyi, doğruluğu öz əksini tapanda. Ona görə də adətən dərsliklərə əsaslandırılmış biliklər salınır, faktlara əsaslanan biliklər, argumentlərə əsaslanan biliklər salınır. Çünki həqiqət olmayanda biliklərdə, həqiqət və əsaslandırma olmayanda şagirdlərdə şübhə yaranır ki, bu biliklər öz əksini tapmır. Ona görə də müəllimlər adətən izah verərkən o elmi cəhətdən əsaslandırmaları da mütləq nə etməlidirlər? Ortalığa qoymalıdırlar. Bir də ki, əsaslandırma subyektiv olmamalıdır. Ümumiyyətlə, obyektiv əsaslandırma olmalıdır. Hər bir biliyin əsaslandırılması var. Şagirdə ötürən hər bir biliyin, belə deyək, məntiqi əsaslandırılması var. Amma bunu subyektiv yanaşma ilə əlbəttə ki, biz eləməməliyik. Obyektiv yanaşma ilə. Yəni, necə gəlibdir bu bilik, dərs vəsaitinə düşüb, bu biliyin öyrədilməsində əhəmiyyəti nədir, bu bilik şagirdlərə gələcəkdə hansı bacarığı verəcək. Mütləq bunlar öz əksini tapmalıdır ki, şagirdlər öyrənməyə maraqlı olsunlar. Bir də var biliyin növləri. Biliyin 4 növü var. İndi gəlin onu yazılı şəkildə yazaq dəftərimizə. 4 növü var biliyin. Yazılı şəkildə yazaq və öyrənək. Yəni, daha doğrusu gələn dəfə üçün öyrənək. Mən yenə deyirəm, çox qısa, konkret, vacib olan əsas açar məqamları yazdıracağım sizə.
Bir dənə ekran paylaşımı eləyim, başlayaq. Başlıq olaraq yazırsınız biliyin növləri. Başlıq olaraq yazırsınız biliyin növləri. Biliyin 4 növü var müəllimlər. Gördük mü lövhəni? Görürük lövhəni. Tamam. Getdik o zaman. Biliyin 4 növü var. Birincisi. Mən yazmıram biliyin 4 növü var. Siz özünüz yazın. Faktoloji. Faktoloji. Bunun ikinci bir adı da var. İkinci adını mütləq mötərizədə yazın. Kitabda verməyib, amma testlərə düşür. Deklarativ bilik. Deklarativ. Deklarativ bilik. Testlərə düşür deyə mütləq ikinci adını yazın. Nədir faktoloji bilik? Faktoloji bilik faktlara əsaslanır. Yəni, sırf burada nə var? Hafizə var. Faktoloji bilik yaddaşa əsaslanır. Burada sırf hafizə var. Yəni, şagirdə sual verirəm. Çıldır döyüşü nə vaxt olub? Deyir 1578-ci ildə. Azərbaycan nə vaxt ikinci səfər müstəqil oldu? 1991-ci ildə. Yəni ki, faktlara əsaslanır. Şagird heç bir informasiyanı emal eləmir. Birbaşa faktla bizə cavab verir. Yəni, belə yazırsınız tərif olaraq. Faktoloji bilik faktlara əsaslanır. Faktlara əsaslanır. Adından da bəllidir, əsaslanır. Şagird hafizədən istifadə edir. Hafizə burada mütləq önəmlidir. Hafizədən istifadə edir. Müxtəlif fənlə bağlıdır. Yəni, fərqi yoxdur. Müxtəlif fənlə bağlı. Amma faktoloji biliyin 2 növü var. Bunu da yazaq. Bu biliyin 2 növü var. Birincisi terminoloji. İkincisi spesifik. Spesifik. Faktoloji biliyin növləri daha bunlar. Biraz sizdə qarışıqlıq yaratmasın. Bilin ki, bunun ikisi də faktoloji biliyin növləridir. Terminoloji bilik, bir də spesifik bilik. Terminoloji bilik adından da bəllidir də, terminlər. Müxtəlif fənlərlə bağlı terminlər. Misal üçün, terminlər. Tarixlə bağlı gəlin elə bir termin yazıq. Nə yazarıq? İnqilab, məsəl üçün. Üsyan. Yəni, çox söz. Yəni, müxtəlif elmlə bağlı olan terminlər. Bir dənə də Azərbaycan dilindən bağlı yazıram. Sifət. Nədir? Termindir. Bir dənə də riyaziyyatla bağlı yazaq. Üçbucaq. Nədir? Termindir. Düzdür? Bunlar hamısı termindir. Yəni, müxtəlif elmlə bağlı olan terminləri görürüksə, deməli, bu terminoloji bilikdir. Testdə bizə təkcə faktoloji verərsə, faktoloji götürərik. Deklarativ verərsə, deklarativ götürərik. Yox, terminoloji verərsə, terminoloji götürərik. Spesifik bilik isə terminlərin açılışıdır. Spesifik biliyə daha doğrusu belə yazın. Hadisə, yer, insan, fərqi yoxdur. Terminlərin elə açılışı da spesifik bilikdir. Hadisə, yer, şəxs və s. bağlı biliklər. İndi bir termin deyəcəyik, o terminin də açılışını verəcəyik. Məsələn, deyək ki, sifət termindir. Amma deyirəm ki, əşyanın əlamətini bildirən nitq hissəsinə sifət deyilir. Bu nədir? Bu artıq spesifik bilikdir.
Sifətin özü terminoloji bilikdir. Amma deyirəm ki, əşyanın əlamətini bildirən nitq hissəsinə sifət deyilir. Bu nə olacaq? Bu spesifik bilik olacaq. Gəlin bir dənə nümunə şəklində də yazaq, dəftərimizə də qalsın. Misal üçün deyirəm ki, əlifba sözü termindir. Əlifba sözü terminoloji bilikdir. Terminoloji bilikdir. Lakin əlifbada 32 hərfin olması spesifik bilikdir. Əlifbada 32 hərfin olması spesifik bilikdir. Bu oldu terminoloji bilik. Terminoloji biliklə bağlı bilin ki, nə isə xüsusiyyətlərini sadalamaq, hər hansı bir kəşflər haqqında danışmaq, bunlar ümumiyyətlə kitabdan hazır məlumat verilirsə, avtomatik olacaq belə faktoloji bilik. Bunu da bir dənə yazın. Hazır bilik verir. Yəni şagird hazır biliyi ötürür bizə. Əzbərçilik. Şeiri əzbər danışır, ismin qaydasını deyir, riyaziyyatın düsturunu deyir, feodalizm dövrünün xüsusiyyətlərini sadalayır. Nə bilim, biologiyadan fotosintez prosesinin xüsusiyyətlərini sadalayır, alkanların kimyəvi xüsusiyyətlərini sadalayır. Yəni, ümumiyyətlə, sadalamaq sözü çox vaxtı 90%, 99% olacaq faktoloji bilik, yəni deklarativ bilik. Növbəti biliyimiz konseptual bilikdir. Yəni, ikincidən danışırıq artıq. Konseptual bilik. Konseptual bilik artıq faktoloji biliyin emal edilməsidir. Ümumiyyətlə, bütün biliklərin bazasında faktoloji bilik var. Bunu bir mənalı şəkildə yadda saxlayaq. Faktoloji bilik yoxdursa, faktoloji bilik binanın binövrəsidir. Evin binövrəsidir. Evin binövrəsi yoxdursa, onun üstündə mən heç nə tikə bilmərəm. Yəni, şagirdin faktoloji biliyi olmasa, heç bir biliyi ola bilməz. Konseptual bilik biraz daha ağır bilikdir. Konseptual bilikdə şagird informasiyanı emal edir. Şagird informasiyanı artıq nə edir? Emal edir. Necə emal edir? Qruplaşdırır, ümumiləşdirir, emal edir beynində. Yəni, təkcə hafizədən söhbət gedə bilməz burada. Misal üçün, qruplaşdırır, ümumiləşdirir, ayrı edir, fərqləndirir, müqayisə edir, sonra kateqoriyalara ayırır, təsnif edir. Sonra bu sözləri harada gördünüz? Hansı biliyində, məsələn, hansı tapşırıqda gördünüz? Bilin ki, burada konseptual bilik var. Kateqoriyalara ayırır, yazın. Mən yazmağa səbrim çatmadı. Təsnif edir. Sonra təhlil edir. Mühakimə edir. Və bunlar hamısı açar sözlərdir. Bunlar kitabda yoxdur. Yazın zəhmət olmasa. Çünki bunlar tapşırıqlarda bizə lazım olacaq. Mühakimə edir. Sonra, yəni, biliklə bağlı nə iş görürsə, amma yəni bunu belə deyək də, gedib lövhə üzərində eləmir. Sözlə edir. İzah edir. Görürsə, əsas sözləri yazmamışam. İzah edir. Təsnif edirdən əvvəl nəsə deyirik. Kateqoriyaları ayırır.
Hə. Kateqoriyalara ayırır. Hə. İzah edir, ondan sonra şərh edir. Şərh edir. İnterpretasiya edir. İnterpretasiya sözünə çox rast gələcəksiniz. Bu öz sözlərindən danışmaq deməkdir. İnterpretasiya. İnterpretasiya edir. Bu sözləri hansı tapşırıqda gördünüzsə, bilin ki, konseptual bilikdən söhbət gedir. Bir də konseptual biliyin açar sözləri də var. Onlar da növbəti səhifədə yazacağam. Misal üçün, deyirəm ki, Uzun Həsəndən Şah İsmaili müqayisə elə. Şagird hansı bilikdən istifadə edəcək? Konseptual bilikdən. Deyirəm ki, şagirdə xronoloji qruplaşdırma apar. Məsələn, 18-ci əsrdə olan hadisələri bir yerə seç, 19-da olanları bir seç deyilən, qruplaşdırma apar. Şagird neynədir? Qruplaşdırdı. Deməli, informasiyanı emal elədi. Konseptual bilikdir. Deyirəm, mənə hansısa bir döyüşün səbəbini denən, izah elə. Ondan sonra mətni oxu, öz sözündən interpretasiya elə. Mətni təhlil elə, mətnin içindən məsələn, hansısa bir məlumatı çıxart. Bunlar hamısı olacaq konseptual bilir. Amma desəm ki, mətni oxu, mətnin içindən sifətləri seç. Bu da konseptual bilik olacaq. Bax, seç sözü fərqli. Bir də var, deyirəm ki, mətni oxu, mətnin içindən Dəli Kür romanın obrazlarını seç. Burada konseptual yoxdur. Faktoloji bilikdir. Niyə? Şagird Dəli Kür romanın obrazlarını yaddaşdan istifadə edir, seçir. Amma sifəti sual verir, başa düşür, seçir. Bax, burada başa düşmək məsələsi var, anlamaq məsələsi var. İstəyirsiniz, konseptual biliyin elə qabağında bir dənə mötərizədə yazın ki, şagird biliyi başa düşür, yəni anlayır. Burada nə var? Anlamaq var. Müəllim, üzr istəyirəm. Faktoloji ilə konseptualın fərqini açılma dedik. Onu yenidən deyə bilərsiniz, zəhmət olmasa. Hansı cümləni bir dənə başlığını deyin, yadımdan çıxdı. Dedik ki, hansı anlayır, ondan sonra seçir. Hə, cümlə belə oldu. Baxın, əgər deyirəmsə ki, şagirdə mətni oxu, mətnin içindən sifətləri seç. Bu zaman konseptual bilik olacaq. Niyə? Çünki uşaq sifəti başa düşməsə necə seçə bilər? Sual verir, məsələn, qırmızı paltar, necə paltar? Qırmızı paltar. Sual verir, başa düşür, seçir. Şirin alma. Necə alma? Şirin alma. Hə, sual verir, başa düşür, seçir. Yəni, burada anlayır, seçir. Bu zaman hafizədən söhbət gedə bilməz. Uşaq informasiyanı başa düşübdür. Amma deyirəm ki, mətni oxu, mətnin içindən Dəli Kür romanın obrazlarını seç. Bu seçmək konseptual olmaz. Niyə? Çünki Dəli Kür romanın obrazlarını şagird oxuyub, havaqsa, yadında saxlayıb ki, burada Cahandar ağa var. Cahandar ağanı seçirsə, bu yaddaşdan istifadə edir demək ki. Yaddaşdan istifadə edirsə, burada heç bir konseptual bilikdən söhbət gedə bilməz. Düzdür? Ona görə də bəzi təlimçilər müəllimləri axırıncı ancaq şeylərlə deyirlər ki, məsələn, müəyyənləşdirir varsa, birinci konseptual bilikdir, məsəl üçün. Amma mən deyirəm ki, feilin sonu ola bilər ki, çaşdırıcı olar. Feil ola bilər ki, cümlənin sonu çaşdırıcı olar. Məsələn, mən elə bir misal deyərəm ki, müəyyənləşdir orada həm konseptual olar, həm prosedural olar, həm metakognitiv olar, həm də ki, faktoloji olar. Ona görə də son feil əvvəllər önəm daşıyırdı. İndi son feil önəm daşımır. Əsas mahiyyəti başa düşmək lazımdır. Bu da oldu konseptual bilik. Test üzərindən işləyəndə, daha doğrusu konseptual biliyə bir dənə açar sözlərdə yazaq, sonra yekunlaşdıraq. Mən axırıncı yazdığımızın açıqlaması nə idi? İnterpretasiya, öz sözlərindən danışmaq. Öz sözlərindən danışmaq. Hə, interpretasiya. Bu edi güya, elə gözəl yazmışam. Bu da edi. Interpretasiya. Nazik qələmlə yazanda xəttim yaxşı çıxır, amma bu lövhənin də nazik qələmlə yazanda elə bil ki, yadda saxlamır. Növbətiyə keçəndə əvvəlkini silir. Niyə elə eləyir, başa düşə bilmirəm. Ona görə məcbur qalın qələmlə yazıram. Biraz İKT bacarığımı gərək inkişaf elətdirəm. Əslində İKT bacarığım o qədər də güclü deyil deyə biraz lövhədən işləməkdə çətinlik çəkirəm. Hələ əvvəl heç deyə bilmirdim. Sürüşdürdüm yuxarı, sürüşdürdüm aşağı. Hələ təzə öyrənmişəm. Aha, konseptual bilin açar sözlərində yazın. Bax, bura yazıram açar sözlər. Bunları mütləq əzbərləməliyik. Çünki bu açar sözləri yadımızda saxlamasaq mümkün deyil. Əgər tapşırıqda təsnifat və kateqoriya varsa, təsnifatla kateqoriyanı əslində bayaq yazdırmışdım, amma yenə yazın. Təsnifat. Kateqoriya. Sonra prinsip. Prinsip sözü.
prinsip. Bunlar açar sözlərdir. Nəzəriyyə, model, struktur. Nəzəriyyə, model, struktur. Bunlar konseptual biliyə aiddir. Bunlar əslində kitabda da var, amma bəzi müəllimlər deyir ki, müəllimə, biz heç kitaba baxmırıq. Ona görə də açar sözləri mütləq yazın. Yəni, kateqoriya ayırmaq, təsnifata ayırmaq, bir şeyin prinsipini izah eləmək, nəzəriyyəsini danışmaq, modelini qurmaq nəyinsə, sonra strukturunu, belə deyək, bir şeyin strukturunu hazırlamaq və s. Bunlar hamısı gedəcək nə? Məsələn, deyir ki, dövlət idarəçiliyin strukturunu bilmək. Şagird əgər dövlət idarəçinin strukturunu bilirsə, bu konseptual bilikdir. Çünki burada bir qədər yaddaş olsa da, burada özünün dərrakəsi də olmalıdır, onu emal eləməlidir. Yəni, sırf yaddaşdan istifadə eləməli deyil. Bunlar olacaq konseptual bilin açar sözləri. Keçdik prosedural biliyə. Prosedural biliyin rahatıdır. Proses varsa prosedural bilik var. Üzr istəyirəm müəllimə, mən qaranlıq bir dənə şey qaldı, onu soruşum, sonra keçək. Soruşun müəllim, soruşun. Nə idi qaranlığınız? Deyək ki, deyir ki, məsəl üçün, Azərbaycanı və Səfəvi dövlətlərini izah edir, bunu bilirəm də, bu konseptualdır artıq. Aha. Deyək ki, oxşar xüsusiyyətlərini sadalayır desə, necə olur? Oxşar və fərqli xüsusiyyətləri sadalayır desə, bu da konseptual olacaq. Görürsünüz, sadalayır burada konseptual oldu. Sadalayır sözü həmişə yox. Həmişə yox. 90% faktoloji olur. Amma bəli, orada Siz müqayisə eləmək elə konseptual. Bəli, müqayisə eləmək konseptual. Mən bildim Dəyanət müəllim niyə soruşdu. Mən bayaq sadalayır sözünü dedim ki, 99% faktoloji olur, sadalayır. Görürsünüz, amma sonra dedik ki, feillərə nə etməməliyik? Feillərə odaqlanmamalıyıq. Çünki feillər bizi allada bilir. Əsas mahiyyətə baxmalıyıq. Mahiyyət çox önəmlidir. Anladım mən. Aha, mikrofonu bağlayaq zəhmət olmasa. Davam edirik. Üçüncü biliyimiz prosedural bilikdir. Prosedural bilik ən rahatıdır. Burada bir dənə də sizə ipucu verəcəm. Onu indi qoy yaza-yaza deyəcəm. Birinci adını yazaq. Prosedural. Prosedural bilik adətən necə sualına cavab verir? Konseptualda nə üçün sualına daha çox istifadə? Burada necə? Yəni işi necə görək? Proses var burada. Prosedural bilikdə artıq şagird iş görür, icra eləyir. Qaydasını belə yazırsınız. Nəzəri bilikləri neyini şagird? Praktik biliyə çevirir. Praktik biliyə çevirərək tətbiq etmək. Yəni, prosedural bilikdə avtomatik işin icrası var. Hər hansı bir tapşırığın icrası var. Tətbiq edir uşaq. Misal üçün, məsələ həll eləyir, riyaziyyatdan tənlik həll eləyir. Gəlin, misal üçün də yazaq. İndi burada bir qaranlıq məsələ var. Onu izah eləyə deyəcəm sizə. Misal üçün, məsələ həll edir. Cümlə təhlil edir. Fərqi yoxdur. Sintaktik təhlildir, morfoloji təhlildir. Yəni cümləni təhlil edir. Fərqi yoxdur istənilən cümlənin. Sonra Venn diaqramı yazır. Venn diaqramı çəkir. Çəkir və həll edir də. Yəni hamısı bir yerdə. Yəni iş gedir. İş var burada. Mötəzədə yazıram, icra edir. Yəni nəsə bir iş görür bu uşaq. Bu prosedural bilikdir. Ancaq bunun yolunu bilir, eləmirsə, yenə prosedural bilikdir. Bunu da yazın. Şagird məsələni həll eləməyin yolunu bilir. Hər yolunu bilir, amma vacib deyil ki, gəlsin lövhədə onu həll eləsin. Bu da prosedural bilikdir. Bilirsən, deməli onun nəyi var? Prosedural biliyi var.
Prosedural bilikdə adətən hər bir şey ardıcılıqla baş verir. Yəni addım-addım gedir. Uşaq gəlir məsələ eləməyə, addım-addım eləyir, nəticəni əldə edir. Məsələn, deyir şagird kompüteri işə gətirməyin yolunu bilir. Hansı bilik var şagirddə? Prosedural bilik var. Avtomobili idarə etməyin yolunu bilir. Hansı bilik var? Prosedural bilik var. Məsələn, çox hədləri həll eləməyin yolunu bilir. Hansı bilik var? Prosedural bilik var. Cümləni sintaktik həll etməyi bilir. Yəni bilir. Amma eləmir, fakt lazım deyil ki, çıxsın bu dəqiqə eləsin. Uşağın nəyi var? Prosedural biliyi var. Bir dənə də yazın ki, təbiət hadisələri prosedural bilikdir. Məsələn, yağışın yağması. Bunu keçəcəm növbəti səhifəyə, çünki bura yerləşdirə bilmədim. Yağışın yağması. Təbiət hadisələri də prosedural bilikdir. Təbiət hadisələri prosedural bilikdir. Çünki burada da bir proses var, düzdürmü? Məsələn, yağışın yağması, sonra təbiət hadisəsi nə deyə bilərik? Zəlzələnin baş verməsi və s. Bunlar prosedural biliklərdir. Yəni, burada da bir iş gedir, bir proses gedir. Prosedural biliyin nəticəsi həmişə faktoloji bilik olur. Məsələn, 4-ü vuraq 4-ə, bərabərdə 16. 16 burada bir faktdır, düzdür. 4-ü 4-ə vuranda 16 edir, fakt. Yəni, prosedural biliyin nəticəsi həmişə nə olur? Faktoloji bilik olur. İndi burada da açar sözlərimiz var. Açar sözləri yazırıq mütləq. Açar sözlərimiz. Açar sözlər nədir? Alqoritm. Alqoritm sözünü harada gördünüzsə, bilin ki, burada söhbət prosedural bilikdən gedir. Alqoritmlər. Çünki burada da bir addım, bir ardıcıllıq var. Texnika, metod. Deyir, bir şeyin texnikasını bilmək, metodunu bilmək. Texnika, metod. Bunlar da prosedural bilik. Bir də ki, meyar sözü. Meyarı harada görülüksə, deyir, müəllim qiymətləndirmə meyarı hazırladı. Prosedural bilik var burada. Şagird esse yazmağın meyarını hazırladı. Prosedural bilik var. Meyar sözü ümumiyyətlə prosedural bilik sayılır. Bunu açar sözü kimi bura veririk. Sonra metodun yanına texnikasını bilmək, metodunu bilmək, üsulunu, yolunu, yəni bunlar hamısı alqoritmlər, bacarıqlar, yəni şagirdin bacarığı da prosedural bilik sayılır. Çünki biz bayaq nə dedik? Prosedural bilik, nəzəri biliyin praktikaya çevrilməsidir. Məsələn, rəsmçi əsəri çəkir şagird, prosedural bilikdir. Keçdik sonuncuya, metakognitivə. Bitirmişiksə dəyişirəm səhifəni. Metakognitiv bilik ən üst səviyyə bilikdir. Çünki burada da iyerarxiya var. Sadədən mürəkkəbə doğru gedirik. Metakognitiv bilik ən üst səviyyə bilikdir. Dördüncü. Metakognitiv sözü ən üst səviyyə bilikdir. Kognitiv. Ümumiyyətlə, meta sözü özünə yönəlik bir sözdür. Metakognitiv sözü isə idrak deməkdir. Mötərizədə yazıram, özünü idrak. Özünü idrak. Yəni, özünü dərk. Özünü idrak əslində kiçik yazılmalıdır. Özünü dərk eləmək, özünü idrak eləmək. Yəni ki, metakognitiv sözü bilik, bu bilikdə şagird özü haqqında məlumatlıdır. Yəni, özünün nəyi bilib, nəyi bilmədiyini bilir. Qısa konkret yazırıq ki, özünün biliyi haqqında məlumatlı olmaq. Özünün biliyi haqqında məlumatlı olmaq. Məlumatlı olmaq. Sonra, biliyim haqqında məlumatım varsa, özümün strategiyam da olmalıdır. Düzdür, plan cızmaq, strategiya eləmək, gələcək üçün nəsə bir, belə deyək də, özünün biliyi haqqında məlumatlı olmaq. Özünə
öyrənmənin ən rahat yolunu. Bax sizə doğru dildə yazdırıram. Öyrənmənin ən rahat yolunu müəyyənləşdirmək. Öyrənmənin ən rahat yolunu müəyyənləşdirmək və öyrənmək üçün məqsədli olmaq. Öyrənməyə məqsədli olmaq. Buna lövhədə yazıram, yəni plan da qurmaq burada aiddir. Plan qurmaq, yəni öyrənmək üçün nədən başlayacağam, nədən qutaracağam, bununla bağlı plandan söhbət gedir. Plan qurmaq. Öyrənmək üçün məqsədli olmaq, plan qurmaq. Məsəl üçün, metakognitiv biliyi olan şagird bilir ki, mən xronologiyanı yazmasam yadımda qalmır. Xarici dil, ingilis dilini öyrənəndə mütləq qulaq asmasam listeninqə mənim yadımda qalmır. Və yaxud da ki, riyaziyyatı özüm həll eləməsəm, o misalı özüm həll eləməsəm, qulaq asmaqla mən onu başa düşmürəm. Yəni, metakognitiv biliyi olan həm özünün biliyini bilir, nəyi bilib, nəyi bilmədiyini, həm də özünün ən rahat yolla öyrənməyin yolunu bilir. Deyər şagird kiçik summativ qiymətləndirmədə 70 bal almışdı. Bilirdi ki, axırıncı dərsləri yaxşı oxumadığına görə 70 bal alıb. Şagirdin hansı biliyi var? Metakognitiv biliyi var. Çünki şagird bilir ki, nəyə görə 70 bal almışam mən. Yəni, özü haqqında ən rahat uşaqlar deyil bu uşaqlar. Bu uşaq biliyin ən üst səviyyəsindədir. Özünün güclü və zəif tərəfini bilir. Zəif tərəfi üzərində işləməyin yolunu bilir. O zəifi necə aradan qaldırmalıdır. Məsələn, deyir şagird bilir ki, onun biologiya bilikləri zəifdir. O medinusda həkimliyə hazırlaşa bilməz. Hansı biliyi var şagirdin? Metakognitiv biliyi var. Amma sonra da belə bir nümunə deyir ki, şagird tarixdən çox zəifdir. Nəticələr ürək açan deyil, amma deyir, mən hüquqşünas olacağam. Şagirdin hansı biliyi yoxdur? Metakognitiv biliyi yoxdur. Çünki özünün çatışan və çatışmayan tərəfini neynəmir? Bilmir. Buna istəyirsiniz nümunə yazaq. Gəlin bir dənə nümunə yazaq, yekunlaşdıraq. KSG-də zəif nəticə göstərən şagird, bu nümunədir, ya qabağından nümunə yazmadım, nümunə. Şagird sonuncu mövzuları yaxşı oxumadığını söylədi. Oxumadığını bildirdi. Deməli, şagirddə nə var? Metakognitiv bilik var. Və yaxud da növbəti bir nümunədə yaza bilərik. Belə bir nümunə yazaq. Əli tarixdən olan zəif yerlərini, zəif məqamları, daha doğrusu məqamları düzəltmək üçün həftəlik plan hazırladı. Əldə hansı bilik var? Metakognitiv. Niyə? Çünki tarixdən olan zəifliyini bilir və onu düzəltmək üçün özünə bir plan hazırlayır. Bu da oldu biliyin növləri. Ha deyirəm, yarım saat danışacağım, 47 dəqiqə danışıram. Mən nətər edim bu danışmağı qısaldım. Əslində yazmasaq vaxtımız az gedər. Amma yazanda da daha yaxşı yadımızda qalır deyə nə edirik? Yazmağa üstünlük veririk. Aha. Gəlin görək nə qaranlığımız qaldı biliklə bağlı. Qalmadı qaranlığımız.
Əslində testlər üzərində daha möhkəmləndirəcəyik. İndi baxaq evə verdiyimiz test tapşırığındakı səhvlərimizə. Hər kəs işləyibmi testləri? Gələn dərsdən, bu dərs yox, gələn dərsdən testləri işləməyənlərin yazacağam adını ki, testləri işləməmisiniz. Yəni məsuliyyətli olmaq lazımdır, düzdür? Ona görə də xahiş edirəm, testləri işləyək. Çox xahiş edirəm. Testləri işləsək nəticəmiz yaxşı olacaq, işləməsək nəticəmiz yaxşı olmayacaq. Time testləri başlanğıc üçündür. Testlərimiz ağırlaşacaq. Bax, birazdan bu situasiya tipli Edukampaniyanın kitabı var. Sırf situasiyalardır burada. 50 dənə sınaq var bunun içində. Buna keçəcəyik. Sonra, keçən dəfə bilmirəm, sizə dedim yoxsa yox. Biz kurs olaraq bütün fənlərdən testlər hazırlayırıq, sınaqlar hazırlayırıq. Hər fənnə ayrı-ayrı. Məsələn, fiziki tərbiyə ayrı, tarixə ayrı, kimya ayrı, biologiya ayrı. Yəni, sırf ixtisasa uyğun. Onları işlədəcəyik. Hə, mənim üzərimə düşübdür coğrafiya ilə musiqi. Coğrafiya ilə musiqini mən hazırlayıram. Yəni, bölmüşük kurikulum müəllimləri arasında. Yəni, çox sınaqlarımız olacaq. Time başlanğıcdır. Time-ı əgər işləsəz nöqtə bə nöqtə, o birisi sınaqlar sizə rahat olacaq. Yox, time elə belə də yalandan başdan soğudu işləsəz, o birisi sınaqlarda artıq nə olacaq? Çətinliklərimiz olacaq. Baxaq testimizə. Ekran paylaşımı deyil.